سال 1402 برج 11 idi که متاسفانه سوز سرمای qışda şəhrin parçaların birində bir əziz şəhərvəndi bir dana nozadı çağırmağa tapdı. Yol ki, hala از طریق سیستم qəzai gələr şirxargahda pəzirəş olar və biz müftəxərik bu uşağı saxlayaq. Bəli. Amma keyfiyyəti bu uşağın tapılmağı çox əcib idi. Allah-u Teala qurğunu elə qurmuşdu ki, bir şəxsi gəlsin bu uşağı tapsın ki 12 il idi, در həsrət uşağı idi. Əzəb. İynə, dava, döhdürlər, öz deyişi ki mənə buyururdu, darı-nədarın satmışdı, donbalı bir dana uşaq idi ki, bunların evində səs olsun, zindəcanlıqları bərkisin və yaşayışları idamə tapsın. Öz nəqli qoludur ki, buyurdular, zamanı ki bu uşağı parçada, o bələhdə, çulqada gördü, sözüm bu idi ki, Allah, mən səndən özümə uşaq istədim, nə özgənin uşağı. Və vaqəən əmanətdar insan idi. Bəli. Ki bu uşağı az təliq sistemi qəzai gətirdilər şirxargaha. Hala biz mütəvəccih olduq qəziyyə nədir. Bunlar xanımı ilə müraciə elədi şirxargaha. Biz xahiş elədik, təqaza elədik, bunların ittifaqatını dedik. O sistemi ki vardı rəvənd Fərzənxandəgidə behzistdə məhəbbət elədilər. Bu uşaq bəd az bir neçə ay sonra o rəvəndi ki gələkdiyi yola idamə tapdı və bu uşaq ki adını biz qoymuşduq Rəha, bir yol təhvil verildi bu əziz xanvadiyə ki parçada tapmışdılar. Çox əcibdir. Bu həman hikmətdir. Bəli. Ki sizlərin dilindən eşitmişik və öyrəşmişik. Bu ki illər özün uşaq həsrətində olasan və bir rəha olmuş uşaq və bu ki biz şayad hər gün elə bu xiyabanlardan rədd olmuşuq və görməmişik bu uşaqları. Dəqiqən. Bu ki bir insan bu niyazın dalısıcan yetişir bu mətləbə, o hikmətlərdəndir ki, fəqət tavsifi və rəmz و razı o göydəkin əlindədir. Xop siz bu عنوان مدیر şirxargah ehsan ehtimalən bu cür dastanlar çox varizdir və çox rəha olmuş uşaqların dastanları sizin sinəzdə vardı. Bir uşağı ki çox məruf oldu da fəzai məcazdə də çox adını eşitdik, Baran idi. Baranın əsl adı Səni idi Aydehqan. Baran deyildi. Bəli. Elə o da biz qoyuruq. Vəli nəcür oldu Baran sal 1400-in borc 8 idi. Ki sübh saati 5-6-da əvamil intizami Hotel Mərmərdə bir uşağı tapırlar. Ki yağış altında idi. Ki bu uşaq gəldi şirxargahı ehsana və hala biz qərib bir məsələn bir il yarım saxlayandan sonra mütəvəccih olduq ki Baran qızımız mütəəssifanə mikrosefaldır. Yəni da biz saxlayanmarıq. Bu müşküllü uşaqdır. Gərək ki də təvan bəxşidə muraqibət oluna. Dəlili bu ki biz saxlayamayıq. Çünki bizim uşaqlara təsir qoyur. Bizim uşaqların hamısının rəvəndi səlamətində və tərbiyyətində və amuzişində. Dəlili bu ki adı qoyuldu Baran. Biz bunu dedik sənadır. Həmşəhrilərimiz gəldilər deyirlər ki bu qızın adını qoyun Baran. Çünki yağış altında tapılıb. Və çoxlu uşaqlar gedib gəlib. Baran bərəkətdir, yağış bərəkətdir. Bu qız bizim şirxargaha bərəkət idi. Qərəz bu qızın adı doğudan Baran idi. Bəli. Və qədəmi də Baran idi, nəfəsi də Baran idi. Çünki vaqəən bunun gəlmaqlığı ilə şirxargahın adı dillərə düşdü. Yadlarda qaldı, sinələrdə qaldı. Bais və bani bu iş Baran idi. Və huvəl-ləzi yunəzzilul qaysə min bə'd ma qənətu və yenşuru rəhmətə və huvəl-vəliyyul həmid. Olubdur bu təcrübələrdə ki, uşağı ki tapılıbdır, rəha olubdur qundağında, bir nameyi ola, bir
dəstnevişte ola ata-anasının tərəfindən adın yazalar ya bir qissəsin yazalar, bir tövsiyə eləyələr. Mən sizin sualınızı bir beyt şeirlə tövzih verim. Buyursunuz. Məcburam. O da budur ki, ağzım dolub söz ilə dilim yox danışmağa. Ağzım dolub söz ilə dilim yox danışmağa. Dilsizlərin işi qalıb pərverdigarına. Çoxlu ittifaqat var, vəli bəzisini deyənmirik. Demək olmaz. Ərzəm bir xidmət. Məhrəmanədir, vəli olubdur, çox olub, çox. Və hətta bir moردin deyə bilmirik. Demək olmaz da. Çox gözəl. Xop, gedək Saranın sorağına. O naz bala ki, mütəəssifanə atası anasının təvəssütü ilə qoymuşdular zibil qabına biləsən. سال 1402 برج 11 اولی رهه idi وسط نفس idi در عرض bir həftə mütəəssifانə Bəli. və axırı Sara idi. Mütəəssifانə Saranın qüssəsi və gəlmaqlığı ürəkləri yandırırdı. Ay Dehqan, biz uşaq iki gələr şiirxarqaha, mən öz hissimi deyirəm, həmkarlar özləri gərək deyələr. Çünki onlar yaşırlar. Biz bir bodudan söyünərik. Vaqəən söyünürük. Çünki sərgözəşdə bu uşağı bülürük, söyünürük ki, bu bir əmn yerə gəldi. Və xəyyirlərin və şəhərvəndilərin himayəti ilə bu uşaq yaxçı yerdə böyüyəcək, hətta bir gün qalmış olsa. Amma bu tərəfdən dağıllıq. Vaqəən dağıllıq. Niyə bu uşağın niskili, qüssəsi, keyfiyyəti tapılmağı, hardan tapılıb, nə cür tapılıb olur Sara. Sara 2402 borc 11-də çox birəhmanə tərin şəklinlə bu uşağı istədilər aradan aparsınlar. Qəzavət eləmirik biz, işimiz yoxdur. Vəli şəkil qəziyyə çox narahat konəndə idi. Ki, nozadi ki, taza dünya gəlibdi, cofti ilə bahəm. Salalar bir aşkal naylona, ağzın baliyələr və pisi bu idi ki, ürək yandıran yeri bu idi ki, şu an ağzına çəsmi vurasan. Yəni nozadi ki, 1 saatdir, 2 saatdir mütəvəllid olub. Bunu salasan Baksı Zubaliyə. Buracan adamı sıxır, xəfəlir, darıxdırır, narahat elir. Ki, heyvanlığında uşağından müraqibət elir, müvazibət elir. Həyatı vəhşidə görürük da. Bu insan hara yetişir? Nə illətlər baisdir, nə əvamil baisdir, nə əngizə baisdir. 9 ay bunu bəsləyəsən vücudunda birdən salasan zibil qabiyə. Niyə? Buracan biz darıxırıq, ürəyimiz sıxıntı tutur. Bir yeri gözəldir. O da budur ki, mən həmkarlarımıza deyərəm ki, Allah öz əli ilə zibil qabından bu uşağı çıxardıbdır. Siz bilirsiniz, uşaq iki tazə mütəvəllid olur. Hər ləhzə müstəiddir, ufunətdir, virusdir, noxoşluqdur. Zibil qabında bir uşaq iki hələ bənd nafı da üstündədir, noxoşlamıyor. Roftegər şəhdarı mütəvəccih ola ki, bu naylon da bəşir. Bu gələ şiirxarqaha ola Sara, ola bir dadlı duzlu qız. Gedə bir dana evdə çıraq ola. Mən arzu elərəm ölməyəm, qalam. Bir kisədə şiirxarqatda bunu demişəm. Məsələn, gün o gün ola, bunların əynində gəlin donun görək. Bunların boy çəkib böyüməklərin görək. Və bunların camiədə musmeri səmər olmaqlıqların görək. İnşallah. Hər hal, hər kəs ki, bu şəraitlə üzbəyiz olur, ehtimalən əvvəl sualı ki, zehnində icad olur budur ki,
bir tərəfdə bir tədad ata-analar vardı ki, illər həsrətdədirlər ki, uşaqları olsun, bağrlarına bassınlar, hətta onun göz yaşında təhəmmül eləsinlər. Bəran ki, bir dənə bir avadır. Vəli bir tədad hala به هر دلیلی uşaqların rəha elirlər. Bu uşaqların dastanından tərifliyə mən Pərvin İtisami şeiri yadıma düşdü. Pərvin İtisami o ləhzə ki Həzrət Musan anası به اذن الهی qor səbədə və rəha elir Rudenildə. Be hər hal anadır da narahatdır, məhzundur bu ittifaqdan və vəhy olur və deyilir biləsinə ki, məhzun olmacdan uşağı qeytərəcək bilə və Pərvin İtisami bunu bir uzun şeirdə təsvirə çəkir. Vəhy آمد کین چه فکر باطل است رهرو ما اینک اندر منزل است ما گرفتیم آنچه را انداختی دست حق را دیدی و نشناختی در تو تنها عشق و مهر مادری است شیوه ما عدل و بنده پروری است نیست بازی کار حق خود را مباز آنچه از تو گرفتیم بازاریم باز به که برگردی به ما بسپاریش کی تو از ما دوستر می‌داریش. Bu uşaqları ki به hər dəlili rəha olurlar. Bir nəfər vardı ki, həttəmən ata-analarından da çox söyür bu uşaqları. O da zat-ı müqəddəs ilahidir ki, sahib و vəli و yar həmişəgiyə bizdir. خب mən istəyirəm ki, bizə bu fəzadan fasilə açaq. Be hər hal şirxargah ehsanda yaxçı və görməli, eşitməli qissələr də vardı. Az cümlə mərasim روز پدر ki, uşaqlar sizə bərgüzar edirlər. Bunu eşidək sizin dilinizdən. Bunu icazə ver bununla deyim biləcə. Hala xo uşaqlar orada bizim mürəbbilərə madər deyər. Seri həyətdə idik. Bu il yayda. Uşaqların biri sual elədi ki, mürəbbilərin birindən. Mənə Hacı Ay deyərlər. Hacı Ay bizim nəmənəmizdir. Xub o mürəbbi deyir ki, Hacı Ay bizim rəisimizdir, müdirimizdir, məsulumuzdur. Deyir, sizin müdirinizdir, bizim nəyimizdir. Elə bu hey təfrəc edirdi ki, bu sualın idaməsi olmasın üçün. Mən də bilirdim bu istinəmini soruşan mürəbbi də o uşaqda. Bir 5-6 sinində oğlan uşağımız var idi. Elhamdülillah indi gedib xanvadələrin birinin kənarındadır. Çox hissar elədi. Axırda uşaq özü dilə gəldi. Deyir ki, Hacı Ay bizim babamızdır. Mürəbbi baxırdı, mən həmən baxırdım mürəbbiyə, baxırdıq bu uşağa. Dedi, bəli. Deyir, niyə baba demirik? Yəni çox çətin. Mən deyirəm sualı qəbridən çətin sual idi o ləhzə. O dedi ki, mürəbbimiz üçün rəvanşinaslar dedi ki, xub üçün Hacı Ay Məkkiyə gedib, mən getməmişəm, vəli yolla alır orada. Deyir üçün Məkkiyə gedib, ona görə deyirik Hacı Ay. Bu oğlumuz vaxtı mənə deyir, mən baba deyə bilirəm. Bunun bir dana baba deyib qaşmaz şirxarqaha fırlatdı mənim başıma. Ruzi bedər mərasim tutmarıq. Ruzi madərdə mən çalışaram. Onlara nənələr ki vardı, tutaq. Ruzi pərəstar və ruzi kudək. Hər bir bəhanəyə səyləq bu uşaqlar söhünsün, başları qarışsın. Vəli ruzi pedər mən qoymaram tutalar. Çünki özümü hətta görmürəm deyəm onlara dədiyəm.
siz büyüləndi. Pərvin etisamı deyəndə olan Saballahdır, nə mən, nə filanı. Və bu işi vaqən minnət qoyub Allah. Yapışıb mənim qolumdan deyib get orada. Bilmirəm ha, eləyə bilirəm nökərlik eləyəm. Çox başımdan çoxdur. Bəli, xop tutublar. 2-3 ildir əllərini öpürəm, ayaqlarını öpürəm. Eşzad. Başlarına dolanıram ki, quru mənə təbir işləyirlər çox milyondur. Bu il mənə ruzi pədər verdilər, öz əlləri ilə nəqqaş səhmişdilər. Və gözəli bu idi ki, o nəqqaşı səhmişdilər, mənim səqqəliməcən səhmişdilər. Və mənə çox dilçəsb idi, bəli, tutarlar. Və çox gözəl gün olur. Çox ali. Mən fikir edirəm ki, bu tövfiq ki, sizə ruzi olubdur, elə bunun da hikməti var. Eyni o ağa ki, 12 il uşaqsızlıqdan sonra o uşağı yoldan tapmışdı. Asəman barı əmanət nətəvaniz keşid qur ey kar və namı məni divanə zədən. Ehtimalən mən dostlarım və çoxları ki, bu bərnaməyə görəcəklər. Qibtə yiyəcəklər. Buna ki, siz bu mövqeyiyyətdə sizə bu imkan vardı ki, bu firiştələrlə üzbəyüz və yaşayırsınız və zist eləyirsiniz. Mən bilirəm ki, siz uşaqları Məşədə də aparasınız. Şirxarqah. Uşaqlar bizi aparar Məşədə. Uşaqlar sizi aparar Məşədə. Məşəddən də deyin. Əlhəmdülillah 3 ildir bu ittifaq düşür. Mən yeridir əllərini öpəm o xəyyirlərin. Ki, həzini səfəri Məşəddə bizə köməkdilər. Yəni əslən işləri bunların fəqət Məşədin həzinəsidir. Mən bunlara desəm bir tay düyü verməyəcək. Deyər Məşəd acaq. 3 ildə aparıq. Və hər il bir gözəlliyi var, hər il bir yaxçılığı var, bir dadduzu var. Əslən mən deyirəm şahid ömrümdən nə qədər Məşədə getmişəm bilmirəm. Bu 3 ili ki getmişəm ayrı bir Məşəddir. Ehsasımdır ki, İmam Rıza özü çıxır bu uşaqların peşvazına. Və mən nə qəd xoşbəxt adamam ki, özümü qatmışam bunlara. İmam Rıza bunlara baxsa belə bizə də bir baxdı. Və bu il bir əcib səhnə idi biz Məşəddə ki, bu il getdik, qız uşaqlarımızın biri xanımlarla, madərlərlə getdilər Kənarı Zərihi Mütəhhər. Qeydəndə mən gördüm qızların biri bətər ağlır, çox bitablıq eləyib. Qızımızın adını soruşduq, deyik nə olub? Dedi ki, bu deyiməcək İmam Rızanın özünü görəm. Mən deyim, xop Zərihi görsədiydiz, qəbri Mütəhhər. Deyilə görsəddik, cavab vermədi. Ağlır deyəcək İmam Rızanı görəm. Dəqiqən mürəbbilərin elə bizim xanımın sifarişi buydu ki, al bir dördə sən bunu apar dolandır və beynindən düşdü, başından düşdü. Mənim əlim bu uşağın əlində idi. Yola düşdük, mən yolda buna deydim, məsələn, o xadim şüşəni silər, bu yeri silər, bu başmaqlar cütdə dedim, başı qarışsın, zehnindən çıxsın bu söz. Daha yetişdik Kənarı Zərihi Mütəhhər şey, o səfə durarlar bir nəfər. Mən aldım qucağıma. 6-7 yaşı var bu qızımızın. Aldım qucağıma, ağlırdı yesərəstən aramı, qərar yox idi. Yetişdik Zərihi Mütəhhərə də mən yavaş-yavaş özüm ürəyim sıxılırdı şaxma. Mən neyniyim bu uşağa, nə deyim mən? Zərihi Mütəhhərdən yapışdıq. Adını dedim qızımızın, dedim bax içəriyə görsən. İmam orada yatıb, üstündə çəkib. Bizim səsimizi eşidir, bizi görür. Biz nə desaq eşidir. 5-10 saniyə bir məks elədilər, baxdılar o şəbəkəhay Zərihdən qəbri Mütəhhərə. Ağlamaq kəsildi. Qeydə mənə deydi ki, hacayı, nə yaxçı oldu gəldik İmam Rıza gördük. Mən bilmirəm, əslən çökkəmiz çıxartmır bu uşaq nə gördü, görmədi. Bilmirəm, bəli etiqadım budur ki, İmam Rıza baxdı və sahib çıxdı ta bu uşaq aram oldu. Bu Məşədin gözəllikləri idi. Bir gözəlliyi bu idi ki, uşaqlarımızın birinin təvəllüdü idi.
8 idi 1403 8 təvəllüd idi. Biz İmam Rıza'nın hərəmin müqabilində çox belə bir keyk təvəllüd aldıq. Bəli. Xadimlər köməklik elədi. Zirəndazda tapanmırdıq. Orada xanımlar ki çadıra verərlər, onlardan verdilər. Saldıq yerə, otduq, bu təvəllüd tutdu, surpriz elədik biləsən. Və nə qədər söyünürdü. Və nə qədər keyf idi ki, İmam Rıza'nın yanında təvəllüdü tutuldu. Nə qəşəng. Bir-iki dəfə təkid elədiniz bu mövzuya ki, uşaqlar mənə apardılar Məşədə. Mənim əlim uşağın əlində idi. Xanım Nasiri, bərnaməmizin əziz sərdəbiri mətnlərində buna işarə eləmişdilər ki, biz fikir edirik, biz uşaqlardan miyatuq. Onlar bizə pənah gətiriblər. Bir halda ki, bərəksidir. Onlar bizdən miyatdılar. Onların huzuru bizim yaşayışımıza bərəkət və nur saatı elir. Məmnunam. Ay Dirənbar dostlar, bir hədiyyə tədarük görüblər, lütf eləyəcəklər. Mənə yetirərlər. Biz İlməh bərnaməsində adamların qissələrin rivayət edirik. Və fikir edirik ki, eyni ilməh kimi rəz vururuq. Və bu ilməhlər bir-birinin üstündə oturacaqdır, bir fərş cürlənəcək adamın qissələrindən. Bir növi bir yadigarıdır bərnaməmizdən ki, çox naqabildir, vəli biləmizə əzizdir. Ehtiramla sizə təqdim edəcəm. Buna Bəli, ki, sizin İlməh bərnaməsinin fərşin bir gül olar. Bəli. Vəsət gül olar. Hətmən o vəsət gülü şeir xarqı. Hətmən öcürdür və biz söyünürük ki, xidmətinizdəydik. Qəbl az bu ki, bunu təqdim edəyəm, ehtimalən bir təhdad əzizlərimiz ki, görürlər bu bərnaməni. Əgər tanıyırlar ki, hətmən daha tərğib olacaqlar. Onlar ki, bu bərnamənin tərqi ilə tanış olurlar. Ehtimalən söyürlər ki, köməklik eləsinlər, sizə yardım olsunlar. Nəcrəsi eləyə bilərlər, sizlə irtibatda olsunlar. Biz hər gün, hətta ruzhay tətil, sübh 8 ilə gecə 10-acan xidmətlərindəyik. Həmşəhərlərimizin ki, gəlirlər bəxşi müşarikət-های mərdumu da. Huzuratı ki varlar idi, vəçinlər köməklik edirlər, kat çəkirlər, ərzən bu xidmət. Vəsail gətirirlər, bəzən bizə vəsail niyaz olur. Şimdi biz orada vəsail almalıyıq, elə mərduma əlimiz uzaldarıq. Puşəkdən, şiri xoşqudan, nemidanəm, mayəhtacı ki orada uşaqların poxtu pəzi qəzasında işlənir. Bir bu təriqdir, biraz təriqə peycəyin Instagram'da ilə Şirxargah Nur-i Ehsan'dır. Bir də şumarı təmas 90293939. Çox ali. Hər zaman zəhv olsalar minnətdarım. İnşallah. Təşəkkür edirəm. Xidmət istəyir. İradət. Müxlis. Sağ ol.